Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Dərin baxış verilişində yenidən sizinləyik. Bugünkü qonağımız fəlsəfə doktoru Dosent Müşfiq Özkündür. Xoş gəlmisiniz. Xoş gördük. Hazırsınız? İlk suala keçid almaq istəyirəm. Müşfiq müəllim, sizcə insan Allaha onu tanıdığı üçün yaxınlaşır, yoxsa çətin günlərdə? Aydındır ki, insan Allahı çətin günlərdə tanımağa başlayır. O əvvəlcədən onu tanımır. Elə yaranıb ki, ehtiyac yaranmadığı üçün və çətinə düşmədiyi üçün insan həqiqəti axtarmır və Allah da həqiqətin ifadəsi kimi gəlir onun həyatına. Ancaq gerçəkdən böyük bir problem ki, problemlərin də ən böyüyü ölümdür. Ona görə məsələn bütün filosoflar deyirdilər ki, ölümə zikr eləyin. Ölüm adamı bütün səfihliklərdən təmizləyir. Ölüm adamı yüngüllükdən təmizləyir. Və ciddi bir şeylər nə varsa ona baxmaq istəyir. Ölüm gələndə biz nəyə oxşuyur? Sanki evə oğru girir, ev sahibi həmən qızıllarının, pullarının yerini düşünür. Oğru girən kimi. Ölüm ilk dəfə insanın qapısını döyəndə, gənc adam olsun, ya yaşlı olsun, fərqi yoxdur. İnsan ciddi düşünməyə başlayır ki, mənim həyatımda dəyərli olan nədir? Dəyərli olan da həqiqətdir və o zaman qəlbdə bir dönüş yaranır həqiqətə doğru ki, mənim həyatımda ölümə qarşı qoya biləcəyim, ölüm gəlincə solmayacaq, dəyərini itirməyəcək bir nəsnəm varmı? Bütün bunların hamısına topluluqda biz həqiqət deyirik və böyük sarsıntıdan insan həqiqətə gəlir. Hər halda məndə belə olubdur. Məndə belə olubdur və bir çox adamlarda da bunu görmüşəm. Yəni, intellektual maraqdan, məsələn, Avstraliyada hansı heyvanlar yaşayır, hansı bitkilər bitir, nə bilim, okeanın dibində hansı balıqlar var, bu intellektual maraqdır. Bu yetərli dərəcədə güclü maraq deyil Allahı kəşf etmək üçün. Allahı kəşf etmək üçün ölüm ya olum marağı olmalıdır. Yalnız o maraq, o səviyyədə şiddətli bir maraq olanda adam gəlib çıxa bilir Allaha. Din insan həyatında daha çox qorxu yaradır, yoxsa ümid? Din insan həyatında biraz belə sualdır. Din insanı insan eləmək üçün nəzərdə tutulmuş bir layihədir. İnsanın həqiqətə yönləndirmək üçün bir layihədir və onu həqiqətdən uzaqlaşdıran bir şeyləri onun canından çıxarmaq üçün bir layihədir ki, insan qeyri-ciddidir. İnsan aydın deyil. İnsan çox bulanıq, sərməst, sərxoş kimi baxır həyata. Sərxoş da bilirsiniz də, sükanın arxasına oturmaq olmaz qanunla. Çünki sən obyektləri yaxını uzaq görəcəksən, uzağı yaxın görəcəksən sərxoş olanda, təhlükəni dəyərləndirməyəcəksən və qəza törədəcəksən. Din insanı ayıltmaq üçün düşünülmüş, dahiyanə, ilahi bir layihədir. Bütün xalqlara da verilibdir. Ona görə dinin başlanğıcı bütün dinlərdə üzünə su vurmaqdan başlayır, dəstəmaz almaqdan başlayır. Hindlilər ümumiyyətlə girirdilər Qanq çayının içinə, ərəblər, yəhudilər su tapmayanda torpaqla belə yuyunurdular, daşa belə sürtürdülər özlərini. Amma bütün hallarda burada bir təmizlənmək, üzünə su vurmaq, ayılmaq ideyası var. Və əgər insan
dinin yolunu gedirsə doğru düzgün, təmizlənə bilirsə ki, onun bütün ibadətləri təmizlənmək məzmunundadır. Zəkatı təmizlənmək məzmunundadır. Xeyir əməllər ürəyi xudbinlikdən, korluqdan təmizləyir. Ondan sonra təmizlənə sən ayıq görürsən axır dünyanı. Bir zen ustadına gəlib soruşurlar ki, bu zen nədir? Zen də bu buddizmin bir mistik qoludur. Böyük ustadlar yetiriblər onlarda. Ustad çox sadə bir cavab verir. Deyir, görürsən uzaqdakı təpəni, balacadır. Amma bax, bu biri təpə böyükdür. Vəssalam, zen budur. Yəni, uzağı uzaq görürsən, yaxını yaxın görürsən. Balacanı balaca görürsən, böyüyü də böyük görürsən. Bax, bu aydınlığa gəlib çatmaqdır dinin məqsədi. Və sən nəyin birinci dərəcəli, nəyin ikinci dərəcəli olduğunu biləndə, gerçəkdən müdriklüyə çox yaxın olursan. Və sənə o zamanda ki, sən təmizlənmisən, hər şey öz yerini alıb, sən daha sərxoş deyilsən, ehtiraslarından təmizlənmisən, nəfsinin səni sürükləyən cəhətlərindən təmizlənmisən, həmən özünü görürsən səhv eləyəndə, belə bir aydınlıq varsa, sən ömrünün sükanının arxasına otura bilərsən, sən qəza eləməyəcəksən. Sən əksinə yaxşı işlər törədəcəksən və ölüb gedəndə də deyəcəklər ki, bax, bu adam nə qədər böyük adam. Məsələn, tarixdə böyük adamlar var da, sözləri ilə, əməlləri ilə yadda qalıblar. Bilirsiniz ki, onlar azdır. O qədər azdır ki, o adamlar, onları orta məktəbdə uşaqlara adlarını çəkib öyrətmək mümkündür. Bəs arada yaşayan milyardlarla insan, çox az insan o aydınlığa gəlib çıxır. O aydınlığa gəlib çıxanda xalqlarda mədəniyyət yaranır. Məsələn, Nizami tək başına bir mədəniyyət deməkdir. O müdriklüyə çatmışdı. Quranda İbrahim haqqında deyilir, o tək başına bir ümmətdir. Bir adamın həqiqətin yolunda bu qədər inadla irəliləməsi, inad da az deyə təmiz olasan gərək, səmimi olasan gərək. Bunlar birləşsin. Elə inadkar adam var, görə bilərsiniz ki, dində qorxulu adam vardılar. Amma burada sənin inadın təmizliyinlə, mərhəmətinlə, zərifliyinlə birləşəndə doğrudan da böyük bir insan dünyaya gəlir və dinin məqsədi elə bir insanın dünyaya gəlməsinə yardım etməkdir. Hindistanda müdriklərə deyirlər, ikinci dəfə doğulmuş. Yəni, bir dəfə anası doğur adamı, ikinci doğuş prosesi ilahi elmdən olur. Çox az adam doğulub ikinci dəfə. Əksəriyyət elə birinci dəfə doğulan kimi doğulur, hələ də ölür. Müdriklikdən pay almamış. Belə bulanıq bir həyat yaşayır. O zaman sizin sualınıza qayıdım ki, məsələn, din ümid mü verir, qorxu mu verir? Dində hər şey yerini alır. Ümid alınası şeydən ümid alınır. Qorxulası şeydən qorxulur. Cahil adam da tam tərsinədir. O, qorxulası şeydən ümid alır, ümid aldığı şeydən qorxur. Belə hər şey qarışıqdır, sərxoşdur. Bütün ayarları bulanıqdır adi adamın. Ona görə din əvvəlcə insanı diriltmək istəyir, ona ruh vermək istəyir ki, o başlasın işləməyə, doğru düzgün görsün, yıxılmasın üz üstə, düz yerisin. Yoxsa ki, insan gözünün, ayağının altını görmür və tez-tez də yıxılır. Burada Quranda ayələr var. Müşfiq müəllim, necə düşünürsünüz? İnsan xarakteri doğuşdan formalaşır, yoxsa yaşadıqları onu dəyişir? Doğuşdan insanlar bərabər deyil. Fitrət var. Peyğəmbərlərin tarixi də bunu göstərir ki, bir təmizlik potensiyası olmalıdır, amma bu da yetərli deyil. Bunu da bizə Quran göstərir ki, Allah
peyğəmbərlik üçün təmiz insanları, əxlaqlı insanları seçir, amma onların bilmədiklərini də öyrədir. Onları ali əxlaqa yüksəldir. Sınayır onları, məktəb keçirlər onlar sanki. Bu baxımdan fitrətində nəciblik olmayan adama elm öyrətməyin heç bir mənası yoxdur. Heyvan kimi üzr istəyirəm, adamlar var, heyvandan da bətər. Anlamaz, bilməz. Onlara heç kim elm öyrətməyib. Konfutsi da deyir, əgər adam gəldi, çatdı 40 yaşına, insanların hörmətini öz işi ilə qazanmayıbsa, mən ona elm öyrətmərəm. Yəni, onun fitrətində bir şey yoxdur. Suyu quyuya tökərlər, qəribə də olsa, çörəyi də çörəkçiyə verərlər. O baxımdan xasiyyət olmalıdır insanda. Amma din həm də insanın ən nəcib xüsusiyyətlərini bir yola dönüşdürür. Deyir, baxma, səndə olan bu səmimiyyət ki var, bu dürüstlük, bu ədalət hissi ki var qəlbində, onları sən çiçəkləndirsən, inkişaf etdirsən, onlar səni gətirib Allaha çıxaracaq. Daha böyük gözəlliyə, daha böyük, bənzərsiz bir qüdrətə gətirib çıxaracaq səni. Din belədir, belə aparır insanları. Və burada hər kəs özünə bir pay götürə bilir. Mən dedim, xüsusi bir fitrəti olmalıdır, amma tutalım, çox xüsusi fitrəti olmayanlar da şükranlıq öyrənsinlər. Nə qədər qablarına, ovuclarına yerləşirsə elm, o qədər elm götürsünlər. Və nə qədər ovuclarına xeyir yerləşirsə, o qədər versinlər insanlara da. Heç kim, Allah deyir, insanlar mən heç bir varlığı gücü çatmayacaq şeylə yükləmirəm. Kimin kapasitəsi nə qədərdirsə, o qədər də xeyir iş görsün. Niyə şər iş görür ki? Doğrudur. Niyə zalımlıq eləyir ki? Zalımlıq o deməkdir ki, sən fikirləşirsən ki, bu başqası məndən əksikdir. Bu nə eybəcər bir düşüncədir. Dünyada zülm başqası hesabına yüksəlmək deməkdir. Xeyir isə başqalarına xeyir verməkdir. Başqalarına ümid verməkdir, mərhəmət göstərməkdir. İndi bəzən bu mərhəmət özü də sərtliyi ola bilir. Bunu da çox adam bilmir. Sərtliyi özü də mərhəmətdir. Uşaq məsələn, hər istədiyi şeyi ona verməzlər, yaxşı valideynlər. Hər şeyə hə desən, uşaq özünü məhv eləyər. Sən də burada iştirak etmiş olarsan. Amma yəni, belə bir yoldur bu. Hər kəsin qabiliyyəti, imkanı nə qədərdirsə, kimin nə ayaqları varsa, nə boyda, o ayaqlarla yürüsün Allaha sarı. Yürüsün həqiqətə sarı. Prinsip budur. Keçid almaq istəyirəm növbəti suala. Sosial şəbəkələrin insanların həyatında təsirini necə qiymətləndirirsiniz? Sizcə bu bizləri inkişaf etdirir, yoxsa manipulyasiya? Sosial şəbəkələr böyük bir div falan deyil. Orada yaxşı şeylər də var. Orada pis şeylər də çoxdur. İnsanların həyatındakı kimi. Sadəcə olaraq biraz asılılığı çox yaradır bu. Amma insan belədir də, insan mütləq bir asıllıq axtarır, tapır. Sosial şəbəkələr burada bir neytraldır. Sadəcə o çalxalayır cəmiyyəti. Lap pislik bir tendensiyası yaradırsa da, məsələn, tutalım ki, virtual ünsiyyəti real ünsiyyətlə, daha doğrusu real ünsiyyəti virtual ünsiyyətlə əvəzləyir və insanlar adama yovuşmaz olurlar getdikcə. İnsanlar getdikcə qohum üzü görməz olurlar, yorulurlar real insanları görəndə. Qonaqpərvərlik azalır. Ondan sonra real ünsiyyətlər azalır insanların arasında. Bu insanı izolyasiya eləyir, tənhalaşdırır. Amma bu da bir yerə qədər də insan başa düşür ki, o tükənir. Bu ayrılıq yoludur. Bu gözəllik yolu deyil.
Və indi bu sosial şəbəkələr birinci 10 illik deyil bizim həyatımızda. Artıq baxırsınız ki, bütün ölkələrdə bunun nə olduğunu və insanlara nə gətirdiyini deyən adamlar yaranıbdır. Onlar da o sosial şəbəkə təcrübəsindən artıq buna gəliblər ki, həyat doğru yerə getmir, korreksiya vermək lazımdır. İnsanın psixoloji sağlamlığı üçün onun mütləq yaxınları olmalıdır, real yaxınları olmalıdır. Əlindən tuta biləcək biriləri olmalıdır. Elə belə yetimə can-can deyən çox olub, çörək edirəm, az olur. Inboxda yazanların nəzərdə tutmur. Və sən də psixologiyanda o dəngəni, o tarazlığı ancaq o zaman əldə eləmiş olursan ki, sənin real insanlarla ünsiyyətin var. Bu sosial şəbəkələr də bu bəlanı göstərəcəklər ki, adamlar hardasa autist xəstələrə dönürlər də, özləri ilə danışırlar, əvvəlki insan rəngindən çıxırlar, təbii, sağlam insan rəngindən çıxırlar, psixoloji xəstəliklər artır, ailə institutu demək olar ki, dağılır və geri dönmək zərurəti yaranacaq. Ona görə düşünürəm ki, bu sosial şəbəkələr də hər halda bu problemləri də ortalığa çıxarır. İnsanlar bir də düşünürlər ki, biz kimik, hara gedirik, düşünməlidirlər. Amma düzgün şəkildə istifadə etdikdən sonra məncə faydası daha çoxdur. Belə də alətdir də, hər hansı bir alətdən düzgün istifadə, bıçaqdır da məsələn, düzgün istifadə eləsən faydalıdır. Bəli, düzgün şəkildə. Bəli. Cinayətdir. Müşfiq müəllim, bu gün cəmiyyətimizdə insanların ən çox hansı mənəvi dəyərini itirdiyini düşünürsüz? Bu gün yox, ümumiyyətlə insanların həmişə itirdiyi bir şey ədalətdir. Və bugünkü cəmiyyət də ən çox ondan əziyyət çəkir. Həmişə də ən çox bundan əziyyət çəkəcək. İnsanın ən çox ağladığı yer budur. Ədalətsizlik. Və ayrı-ayrı adamlar özlərinə səadət quranda mütləq düşünsünlər ki, kimlərinsə səadətə gedən yolunu qapatmırlarmı? Dürüstlük və ədalət bizim əbədi həsrətimizi təşkil edir cəmiyyətdə, insan tarixində. Ən çatmayan da budur. Üstəlik, bugün, bax elə sizin əvvəlki sualınızdan irəli gəlir. Bugün bizim ünsiyyətimizin çoxsunun virtuallaşması səbəbindən biz real kontaktları itiririk. Real kiminsə əlindən tutmaq, kimlənsə dost ola bilmək. Axı çətindir insanla dost olmaq. Yaxşı dost tapmaq da çətindir. Evlad olmaq çətindir, valideyn olmaq çətindir. Çünki bu real ünsiyyətlərdir. Burada qəzalar olur, burada sən səhv edirsən, qarşındakı səhv edir, qışqırırsan, bağırırsan, qələtlər çıxır ortalığa, sonra onları düzəltmək lazım olur. Real ünsiyyətlər, real insani münasibətlər zədələnir. Məncə, əgər özəllikdən danışmalı olarsaq, bir bu özəllik var ki, bu ən çox itilir. Ümumi isə həmişə bizim ağrıyan yerimiz bütün insanlığın ədalət duyğusudur. Allah insanı elə yaradıb ki, onun ürəyi ədalətə qarşı çox həssasdır. Ədalət görüncə ürəyi çiçəklənməyə başlayır, ədalətsizlik görüncə solmağa başlayır. Elə bir bizim günəşimiz ədalətdir. Bunun üçün insanlar gərək dirilsin. Ədalət göydən gəlməyəcək. Ədaləti həmişə işıqlı insanlar yaradırlar yer üzündə. Bunun üçün mən həmişə deyirəm ki, Allah yer üzündə 2 dənə günəş yaradıbdır. Biri göydəkidir, fiziki günəşdir. İkinci günəş o gizlidir, o insanların ürəyidir. İnsanların ürəkləri maariflənib, sözün yaxşı mənasında, nurlanmalıdır və yer üzünü də işıqlandırmalıdır. Təəssüf ki, hələ bizim ürəklərimiz bulanıqdır. Biz ədalət haqqında o vaxt danışırıq ki, bizə sərf eləməyəndə.
Doğru. Bizə sərf eləməyəndə ədalət haqqında danışırıq. Amma mənim oğlum rüşvət alanda mən dilimi sakit qoyuram. Mənə sərf eləyir axı. Başa düşürsən? Ha, mənimki nə olar? Yox. Prinsip belə olmalıdır ki, ədalət öz-özlüyündə hamı üçün olan bir gözəllikdir. Ona görə də bu xüsusiyyət ki, özüvə nə arzuluyursansa, başqalarına da onu arzula, bu əxlaqın qızıl prinsipidir. Bunu İsa Peyğəmbərin adına deyirlər, ilk dəfə o səsləndirib deyirlər, amma ondan 500 il əvvəl də Konfutsi deyib bunu. Bu, hər bir düşünən adamın ürəyinə gələ biləcək bir fikirdir. Çünki hər bir kəsdə ki, Allahın nuru var, hər bir varlıqda. Sən bu dünyada heç kimlə zarafat eləyənməzsən. Heç kimin haqqına girməyə haqqın yoxdur. Əgər bir müdriklük varsa yer üzündə, onun ilk aldığı dərs budur ki, insanlarla, nəinki insanlarla, heç heyvanlarla və bitkilərlə də zarafat eləyə bilməzsən. Ehtiyatlı ol. Hər hansı birinin haqqına girərsən, qat-qat sənə qayıdacaq. Birinci alacağı dərs bu olmalıdır. Analar, atalar uşaqlarına bunu öyrətməlidirlər. Özəlliklə, məsəl üçün, biraz qolu zorlu olub, küçədə uşaqları döyən uşaqlar olur. Biri görürsən, valideynləri öyünürlər. Nə öyünürsən? O artıq başlayır günah qazanmağa. Sonra uşağın taliyi necə olacaq, sən narahat deyilsənmi? Toplama ilə ədalətsizliyi ömrüvə. Mütləq bir zərbəsi olur onun. Vurur bu adamı. Ona görə tam tərsinə uşaqlara öyrədin ki, bacardığınız qədər, hələ anlamadığınız da olsa, yaxşılığa meyillənin. Biz indi qəribə bir zamanadayıq, mən bunu tez-tez deyirəm. Uşaqlara savad öyrədirik, savad yaxşı şeydir. Savaddan daha önəmli əxlaqdır. Uşaqlara yaxşı əməllər öyrətmək lazımdır. Bax, görsən o küçədə o pişiklər qalıblar, yayın istisidir, susuzdur, itlər. Apar su qoy günən onlara. Apar bu çörəyi qoy onlara. Dualarını qazan günən. Ağac quruyur orada həyətdə. Heç kimindir. Al bir vedrə su doldur günən mətbəxdən, apar tök o ağacın dibinə. Yayın istisidir, qurumasın. Onun yarpaqları çıxanda sənə təşəkkür eləyəcək. Yəni, bundan başlayır. Xeyr əməlləri artırmaq lazımdır ömrümüzdə. Gerçək müsəlmanların ölkəsi elə olar. Müşfiq müəllim, az öncə çox gözəl bir məqama toxundunuz, haqqa girməklə bağlı. Çoxu zaman qarşılaşırıq ki, insanlar bir-birini tanımadan mühakimə eləyir, qınaq obyektinə çevirir, haqqına girir. Bununla bağlı fikirlərinizi bölüşərdi, zəhmət olmasa. Sizcə bu nə qədər doğrudur? Qınamaq, müzakirə eləmək, bu bizim insanlıq xəstəliyimizdir. Bunun azalması yalnız o halda mümkün olur ki, insan gerçəkdən inkişaf edir özü. Gerçəkdən sən öz xətalarını, öz səhvlərini görə-görə böyüyürsənsə, səndə bu azalmağa başlayır. Əks, bunun başqa cür azaldılması yolu yoxdur. Ağzını yumacaqsan, gözləri danışacaq, beynində danışacaq. Bəzən də buna xəstəlik deyirlər. Bu xəstəlikdir zaten. İnsan ya özü ilə məşğul olur, ya başqaları ilə məşğul olur. Ya özünü təkmilləşdirir, özünü danlayır, ya da başqalarını danlayır. İkinci yol axmaqlıq yoldur. Necə deyərlər, özü ilə xoşbəxt olanın başqasıyla dərdi olmaz. Dünyanı dəyişdirməyin də yolu özünü təmizləməkdən və düzəltməkdən keçir. Bu, Arximedin həmən o nöqtəsidir, dünyanı yerindən oynatmaqdır. Arximed bilirsiniz də deyir, mənə bir istinad nöqtəsi verin, dünyanı yerindən oynadım. Dünyanı yerindən oynatmaq istəyirsənsə, o istinad nöqtəsi sənin qəlbindədir. Qəlbini düzəlt, təmizlə. Bacardığın qədər ətrafa xeyir verən bir adam olacaqsın. Bumeranga inanırsınız? Necə inanmıram, alətdir də bilirəm. Siz mənəvi mənada deyirsiniz bunu. Təbii ki. Etdiyin mütləq şəkildə özünə qayıdır. Təbii ki, o
ədalət qanunudur. Bunu anlamır adamlar. Elə bilirlər ki, məsələn, kamera çəkmədisə, mən də bir pislik elədimsə, ya oğurluq elədimsə, qazandım. Mənəvi insanın ilk öyrəndiyi şey bu olur ki, heç kim görməsə belə Allah görür və mütləq cəzamı verəcək mənim. Bu ateist düşüncəli adamlar elə bilirlər ki, bu kompleksdir. Mən də ateizmin nə olduğunu yaxşı bilirəm, orada olmuşam. Ona görə sonra təcrübədən bunu görəndən sonra ki, yox, ədalət qanunu realdır və o işləyir. Ondan sonra insanın əxlaqi həyatı başlayır. Ona qədər etiket olur səndə. Etiket bilirsiniz nədir? Özünü əxlaqlı, nəzakətli göstərsən, çünki cəmiyyətdə başqa cür davrananda işlərin getmir. Çox etiketli adamlar əslində əxlaqsız adamlardır. Əxlaq isə başlayır o vaxtdan ki, anlayırsan ki, bu dünya etmə bulma dünyasıdır. Uzaq şərqdə buna karma deyirlər. İndi də müasirlər dini termin işlətməsinlər deyə bumerang, Avstraliyalı aborigenlərin düşündürdüyü, fikirləşdiyi bir alətin adını çəkirlər ki, bumerang qanunudur. Özündən qayıdır. Etdiyin özündən qayıdır. Bu ədalət qanunudur. Bu ilahi ədalət qanunudur. Yaxşılıq elə, yaxşılıqlar gələcək sənə. Səmimiyyət elə, səmimiyyət qayıdacaq sənə. Riya əkəcəksən, riya biçəcəksən. Zülm əkəcəksən, zülm biçəcəksən. Bu, Einsteynin qanunlarından, Newtonun qanunlarından, fizikanın, kimyanın qanunlarından daha önəmli qanundur. Uşaqlara birinci bunu nə tərsə izah eləmək lazımdır. Sizcə güclü qadın kişiləri qorxudur, yoxsa daha da cəlb edicidir? Güclü qadın kişinin nəyinə lazımdır? Ərə gedəcək ona. Güc bizim Kitabi-Dədə də, Qorqudda da bilirsiniz də Bamsı Beyrə ilə Banu Çiçəyin bir dialoqu var orada, yarışması var. Türk qızları çox güclü olublar həmişə. Amma o yarışda, o axırda uduzur Beyrəyə. Və o bizim klassikamızdır. Bizim klassikamızdır. Güc rəmzi kişidir bizdə. Qadın güclü olanda kişi üçün o maraqlı olmur. Onda cinsi pozğunluqlar da buradan irəli gəlir. Bizdə kodlaşma dəyişir. Kişini elə böyütmək lazımdır ki, o himayə edici bir iqlimdə böyüsün. O ədalətin mühafizəçisidir. O canını fəda etməkdən çəkinməyəndir. Kişilik buna görə dəyərləndirilir. Düşmən çəpəridir. Əskərdir o. Lazım gəlsə əlinə silah alıb gedəcək vətənini qorumağa. Lazım gəlsə ailəsini qoruyacaq. Biz qadını güclü eləməklə kişinin bu motivasiyasını əlindən alırıq. Qadın da onsuz da güclü olmur, yorulur bu işdə. Başa düşürsünüz? Və qadının gücü bəs nədir? Qadın nədə güclüdür? Bunu müqəddəs kitablarda deyirlər. Qadının gücü namusunu qorumaq qətiyyətidir. Mənə desələr, güclü qadın, hansı qadındır? Namuslu qadındır. Bugünkü həyatda, bu sınaqlı həyatda özünü qoruyan, namus hissini gücləndirən qadın dünyanın ən güclü qadınıdır əslində. Və o uşaqlarına, ailəsinə, ailəsindəki kişi fərdlərinə əvəz olunmaz bir qüdrət bəxş eləmiş olur. Onlara qanad verir. Qadının namus simvolu olması qədim kitablarda da öz əksini tapıb. Məsələn, hindlilərin bir Mahabharata romanı var, eposu var. O eposda Draupadi obrazı var. Qədim dövrün ən böyük müharibəsi onun üstündə başlayır. Onun namusuna təcavüz olunur deyə böyük bir müharibə başlayır. Homerə də baxsaz, orada da
Menilayın namusunun üstündə o boyda müharibə başlayır da, Troya müharibəsi başlayır və qədimdən də bu günə qədər də bu formul dəyişilməzdir. Namusdan, namus hissindən güc alır kişilər, kişi olurlar. Kişinin həyatının mənası həqiqət üstündə, şərəf üstündə canını qurban vermək qətiyyətidir. Biz onu qəhrəmanlarda falan vəsf eləmişik də, o maksimum qütbdür. Qadının idealı isə namus heykəli olmaqdır. Bundan böyük bir dəyər mən görmədim nə kişidə, nə qadında. İndi bu rolları qarışdırırlar. Məncə bu axmaqlıqdır və bu tez də qutaracaq. Sadəcə olaraq bəzən bəşəriyyətin həyatında olur ki, təməl daşları belə yoxlamaq istəyirlər. Başqa cür olsa olarmı? Biz elə bir zamanada yaşayırıq. Qadın kişi olsa, kişi qadın olsa olarmı? Biz elə bir zamanada yaşayırıq. Bütün gender qarışıqlığı, zadı, hamısı o təftiş şeyindən yarandı. Biz hər şeyi təftiş eləyib, bir də yenidən kəşf edirik. Ümid eləyirəm ki, bəşəriyyət bundan güclənib çıxacaq. Amma budur. Yəni, qadın qadın olmalıdır, kişi kişi olmalıdır. Gözəllik də bunda olur. Bütün hallarda qadın nə qədər güclü olursa olsun, istər maddi, istər mənəvi, istər psixoloji, hər bir güclü qadının güclü bir kişiyə ehtiyacı var. Hə. Kişinin isə kişiyə ehtiyacı yoxdur, qadının da qadına ehtiyacı yoxdur. Kişi məsəl üçün qadınsı olsa, qadının ona ehtiyacı olmayacaq. Ürəyində həsrət qalacaq. Kişi həsrəti qalacaq. Eyni zamanda qadın da kişi kimi olsa, o kişi çiçəklənə bilməyəcək. Onun ürəyində zərif bir qadın həsrəti qalacaq. Xoşbaxt ola bilməyəcəklər. Çünki biz fitrətlə mübarizə apara bilmərik. Biz fitrət üzərində böyüyə bilərik ancaq. Fitrəti dəyişmək olmaz, onu təbiət bizə verir. İndi hər şeydə insanlar var ki, deyir ki, mən itəm. İt kimi yeriyəcəm. Yəni, çox total təftiş dövründə yaşayırıq. İnsan hətta insan olmağını belə danan bir zamanıya gəldi, çatdı. Elə adam var, deyir, mən təyyarəyəm. Absurd şeylərə qədər çatdı. Deyir, pasportuma yazın ki, mən təyyarəyəm. İnsan növü də deyiləm heç. Belə bir zamanıya gəldik, çıxdıq. Bütün identikliklər hamısı təftiş olunur. Bu bir xaosa gətirib çıxar. Amma elə bilirəm ki, bu xaos yavaş-yavaş o yerinə düşəcək. Bilirsiniz, Konfutsunun bir dəfə tələbəsi ona sual verir ki, müəllim, səni imperator bir vəzifəyə qoysa, sən ölkəni düzəltməyə nədən başlayarsan? Dedi, adların təsihindən başlayaram, dəqiqləşdirilməsindən. Adlar dəqiq olmasa, cəmiyyət inkişaf eləyə bilməyəcək. Qadın gərək bilsin ki, o qadındır. Kişi gərək bilsin ki, kişidir. Evlad gərək bilsin ki, evladdır. Valideyn gərək bilsin ki, valideyndir. Aşpaz gərək bilsin ki, aşpazdır. Dülgər gərək bilsin ki, dülgər. Hər kəs hansı adı daşıdığını dəqiq bilməlidir. İnkişaf ondan sonra başlayır. İşlər ondan sonra inkişaf edir. İndi biz xaosda yaşayırıq. Ona görə əslində bu gerçəkdən bir böhran bir dövrüdür sivilizasiyanın həyatında. Adına postmodernizm deyirlər, amma mənə görə bu təfəkkürün böhran dövrüdür. Bundan nətərsə çıxacaqlar. Kişi psixologiyasında mükəmməl qadın obrazı hansıdır? Kişi psixologiyasında. Onun üçün biz gərək miflərə baxaq, böyük dastanlara baxaq. Bizim də az dastanımız yoxdur da. Məsələn, Əsli və Kərəmimiz var. Ondan sonra Kitab-ı Dədə Qorqudda bir sürü obrazlar var. Yaxşı qadın sədaqət mücəssəməsidir. Yaxşı kişi də sədaqət mücəssəməsidir. Amma qadında bu ekstra bir hünərə çevrilir. Bir ekstra bir gözəllik olur. Namus, sədaqət, zəriflik. O zəriflik də
Çox bir qəribə şeydir. Bəzən mən görürəm feministlər şey deyəndə, yürüyüş keçirəndə yazırlar ki, çiçək sənin babandır falan. Yəni qadınları çiçəyə bənzədirlər. Zəriflik rolunu oynamaq sizə balaca mı göründü? Qadın zərif olmasa uşaqlar intihar eləyərlər, ölərlər. Uşaq dünyaya gələndə kobud bir dünyaya gəlir. Anasının bətnindən çıxır, kör, kobud, qorxulu bir dünyaya gəlir, maddi dünyaya gəlir. O dünyada onu ilk qarşılayan anası olur. Heyvanlarda da belədir. Baxın, nə ilə yalaya-yalaya balasına, nəvaziş göstərə-göstərə. Analar da öpə-öpə, şirin-şirin laylalar oxuya-oxuya balasını 40 gün ayaqda tuturlar. Sonra da qoruyurlar bir 12-13 il. Elə deyilmi? Doğrudur. Ki, uşaq böyüyənə qədər. O zəriflik ana rəhminin davamıdır. Onu kişi ifadə eləyənməz. Kişi zərif olsa düşmənlərə zərifliklə cavab verəcək. Kişi müdafiədir. Gücdür. Kişi güclü getməlidir, ovlamalıdır, gətirməlidir. Ana gedib ovlaya bilməz. Körpəsi olan ana ov dalınca qaça bilməz. Bu funksionaldır. Və funksional olan bir şey həm də ilahidir. Bu təbiət kitabıdır. Onun ayələrinə diqqətlə baxın. Zülm üçün yazılmayıbdır o ayələr ora. İndi elə yorumlayırlar ki, bu qadını geri saldı da. Nobel mükafatı alırlar az qala bu kəşflə ki, qadın ana olduğu üçün geri düşdü. Hara geri düşdü? Analıq elə irəlidə olmaq deməkdir də. Ona görə də əgər qadın zərifliyini itirərsə, kobudlaşarsa, bundan uşaqlar əziyyət çəkəcəklər. Uşaq tutuna bilməyəcək dünyaya. Uşaq çox zərif gəlir yer üzünə. O heyvanların balaları, məsələn, atlarda, antiloplarda 2-3 saat sonra düşür, qaçır anasını dalayıca. İnsan balası elə deyil. O uzun müddət çox köməksiz olur. Ona atanın köməyi, müdafiəsi lazımdır. Ananın nəvazişi lazımdır. Yəni, nəvazişi atadan alacaq. Ata nəvazişli olsa, döyüşkənliyindən itirəcək. Ata kobud olmalıdır mı tam? Yox. Atanın da nəvaziş içərindədir, çölündə sərtlikdir. Qadında tərsinədir. Çölü zəriflikdir, içərində sərtlik olmalıdır. O sərtlik bayaq dediyim namus məsələsidir. Qətiyyətli olmalıdır. Bu baxımdan. Ona görə insan olaraq yer üzünə gəlmək, istər qadın olaraq, istər kişi olaraq, bunlar iki fərqli bir qəhrəmanlıq çeşidləridir. Nə cür dünyaya gəlsən, onu qəbul edib, onu daşımaq lazımdır. İndi isə identiklikdən imtina etmək dövrüdür. Bilirsiniz, insanlar ona görə vətənlərini dəyişirlər, millətini dəyişirlər, cinsini dəyişirlər. Bir identiklik xaosu yaranıbdır. Mən bunu daşımaq istəmirəm. Sən daşımaya bilməzsən, bax, Allah səni bu formada yaradıbdır. Onu qəbul elə. Şərəf yolu budur. Təbii ki, dünyada çox millətlər var. Hamısı da gözəldir. Amma sən bu dünyaya bu dəfə Azərbaycanlı gəlmisənsə, bütün Azərbaycan tarixinin qələbələrini və məğlubiyyətlərini qəbul eləməlisən. Bütün onun musiqisindəki, poeziyasındakı acıları və sevincləri hamısını ürəyindən keçirməlisən. Sən tarixdən keçən birisisən. Bu identikliyi paltar kimi ləyaqətlə tax əynivə və yaşa, dəyişmə. Ən şərəfli yol budur. Amma yenə deyirəm, biz qarışıq dövrdə yaşayırıq. Qadın və kişi münasibətlərində sizcə daha çox önəmli olan hansıdır? Sevgi yoxsa hörmət? Münasibəti ayaqda saxlayan hansıdır? Sevgi ya hörmət? Sevgi falan, bunlar təzə tanış olanda çox aktiv olur. Amma bunun üzərində ailə quranmazsın. Nəinki ailə münasibətləri, dostluq münasibətləri də, qohumluq münasibətləri də, iş münasibətləri də, hamısının içində bir məqam var ki, o məqam olmayanda bütün münasibətlər dağılacaq. Bu da Allahdan qorxmaqdır. Allah qarşısında məsuliyyət daşımaqdır.
sözüvə görə, əməlivə görə. Bax, bu olursa adamların həyatında yavaş-yavaş sədaqət böyüyür, insanlıq böyüyür, məsuliyyət böyüyür. Allahdan qorxmalıdırlar. O yad oğluna qarşı edilən ədalətsizlik, yad qızına, belə deyirlər də, edilən ədalətsizlik, Allahdan qorxmursansa eləyə bilərsən bunu. Və həmişə də görə düşünməlisən ki, yoldaşlığa qarşı edəcəyin bir şeyi sabah sənin qızına eləyəcəklər. Bu dünya belə bir dünyadır. Oğluğa qarşı edilən bir, daha doğrusu ərvə qarşı edilən bir ədalətsizliyi sabah sənin oğluğa qarşı edəcəklər. Ona görə də Allah olmalıdır münasibətlərin ortasında. Yalnız Allahdan qorxan ər yaxşı ər olacaq. Yalnız Allahdan qorxan arvad yaxşı arvad olacaq. Allahdan qorxan müəllim yaxşı müəllimlik eləyəcək. Üzgörənlik eləməyəcək, ögey doğmalıq eləməyəcək. Ədalətli olacaq, elə deyilmi? Yalnız Allahdan qorxan süpürgəçi tozu, kiri palazın altına süpürməyəcək. Allah görür deyə ciddi təmizləyəcək. Yəni, layiqincə icra edəcək öz vəzifəsini. Bax, bütün şeylərə görə bu sənin ürəyin gələ Allaha tapşırılmış olsun. Onda ailə də olacaq, hər şey də olacaq. O olmayacaqsa sevgi falan, ehtiras, bunlar ötəri şeylərdir. Bəzən də sevgi olmur ailədə. Amma sırf sizin dediyiniz kimi Allah qorxusu üçün o ailə, Allah qorxusu varsa sevgi yaranmalıdır. Məcbur yox. Allah qorxusu varsa sevgi yaranır. Allah qorxusu bilirsin nə yaradır adamda? Nemətlərə qarşı bir şey yaradır, şükranlıq duyğusu. Və sən sonra illər keçir, baxırsan Allaha şükür edirsən. Nə yaxşı bu qadını mənə verib Allah. Qadın da deyir, nə yaxşı bu kişini mənə Allah veribdir. Tək deyiləm bu həyatın yollarında. Yaxşı da insandır. Şükranlıq nemətin hüsnünü artırır. Şükran olmayan insan yavaş-yavaş devalvasiya edir nemətləri. Nə deyə bu? Papağımı fırlatsam səndən 5 dənə daha yaxşısını taparam. Bir-birlərinə bunu deyirlər. Deməsələr də ağıllarından keçirirlər. Bu naşükürlükdür. Amma sənin qəlbində şükranlıq çiçəklənirsə daima, sən heç bir neməti adiləşdirmirsən. Bir dənə çay süzməsindən kövrələ bilərsən. Əslində, bu hal həmişə insanda olur. İnsan kobud yaşayır deyə bunu anlamır. Siz məsələn, bilmirəm, müşahidə eləmişsinizmi? İnsanlar xəstə olanda, yaşlı olanda çox kövrək olurlar. Bəli. Balaca bir nəzakət elə gələn ona o qədər həmən kövrəli bağlayır. Bəli. İnsaniliyin ən balaca təzahürünü belə çox dəyərləndirir. Nə olub bizə? Ancaq yatağa düşəndə bunu hiss eləyəcəyik. Cavan olanda, güclü olanda sənə edilən yaxşılıqları görməyəcəksən. Ki, bu qadın sənin üçün evi təmizləyir, sənə yemək pişirir, sənə balalar doğub dünyaya gətirib, səni kişi eləyib, sən bunu dəyərləndirməyəcəksən. Və ya bu kişi nə olsun ki, səni Haiti adasına aparmır, Baliyə aparmır, gücü yoxdur. Amma səhərdən axşama kimi işləyib nə qazanırsa, sənə və balalarına gətirir. Sən bunu dəyərləndirməyəcəksən. Dəyərləndirmirlər. Bütün naşükürlük də ondan sonra başlayır. Çox sağ olun Müşfiq müəllim, təşəkkür edirəm. Buyurun. Gəldiniz, suallarımızı cavablandırdınız. Bir daha sizə minnətdarıq. Şadım, sağ olun. Görüşərik inşallah. Ümid edirəm ki, bugünkü verilişimiz hər biriniz üçün faydalı oldu. Sağ olun, salamat qalın. Allah amanında.